yaxınlaşıb qardaşın özü. İndi qardaşı da göstərmirik. Özü də deyə düşünürəm, yaxşı. Qardaş avtomobildən, salondan avtomobili çıxardıb, yaxınlaşıb bizim servisə avtomobil kate olunur. Və katedə bir sıra problemlər çıxır. Və kate zamanı qardaşa deyiblər ki, biz hava filtrinin içində 300 manat pul qoymamışdıq. Renault ona görə maşın tərifində sizə satmayıb. Yalancının Allah canını sağ eləsin. Kişisiz, kişi kimi sörək qazanlar kişi. İstənilən müştəri fərqi yoxdur. Yaxınlaşsın mənim servisimə. Mən olmuram, başqa bir ustam olsun. Əgər hansısa bir usta desə ki, qardaş, filan miqdarda məbləğ ver, biz bəzi problemlərə göz yumaq. Yenə deyirəm, həmən salonda bir ay işləməsəm, nakişiyəm. Həmən avtomobil salonunda bir ay xüsus şəkildə gəlib sizin əvəzində səşk edəcəm. Deyəcəm ki, bu salonda belə bir qəşəng maşınlar var. Amma insan gərək haqqına danışır. Qardaş birinci gün yaxınlaşıb rayondan və avtomobil almaq istəyir. Bizə görüb inanıb deyir, qardaş, mən istəyirəm sizə avtomobil kate olmuşsun. Avtomobili gətirib bizim servisə, and olsun Allaha bir yıldırım qalıb bu maşını vurmamış. Sağdan dəyib, soldan dəyib, arxadan dəyişilib, zbor kraskalanıb, nə bilim, xadavoy desə xadavoy pis günündə, motor desə motor pis günündə. Qardaş, biz bunlara göz yumuruq, amma ona vallahi qurban olduğum göz yummaz. Yəni, yekə kişisizmi deyim, yoxsa nə deyim, sizə nə tər ifadə edim ki, mən düzgün başa düşəsiniz. Kiminsə ləyaqət və şəxsiyyətinə toxunmaq istəmirəm. Nə də ki, toxuna da bilməliyik. Sadəcə olaraq onu demək istəyirəm ki, insan gərək kişi kimi sörək qazanar. Bizim də yanımıza bəzi salonlar yaxınlaşır. Bugünkü gün həmən salondan səşkimiz də var. Həmən salondan dostluğumuz da var. Mənə əgər bizə dəfə mənzən çürüb desək ki, filan maşın gəlir sizin yanınıza, siz avtomobilə göz yumur. Yəni, mən həmən adama heç haqqı salam vermərəm, heç o adam da şəraiti yaratmaz. Amma hansısa bir artıq neçənci avtomobildir ki, müştəri götürür yaxınlaşır bizim servisə. Bizim servisdə həmin avtomobildə problem çıxan zaman, avtomobil geri qaydan zaman behləri batır. 300 manatı batırırlar, 500 manatı batırırlar, 100 manatı batırırlar. İndi yeyə bilirsinizsə halal xoşunuz olsun, nə deyim? Yəni, pul qazanırsınızsa, mən elə gəlir kişi kimi pul qazanmaq lazımdır. Haram pulu qazanmaq asandır, amma vallahi yemək çox çətindir. Yeyə bilirsinizsə halal xoşunuz olsun, nə deyim bundan artıq? Yenə deyirəm, sıx çəkilişdə sübut elə ki, mən falan vaxtı Renault ustanın yanına maşın göndərmişəm, en qədər miqdar təklif edibsən, onu mən qəbul eləmişəm, amma edibsən, mən qəbul eləməmişəm. Onu qəbul edilmişəmsə mən, həmən salonda gəlirəm, bir ay sənin üçün pulsuz işləyirəm. İstəyirsən bir dənə maşın alın verim, əgər o cür problem varsa. Bu avtomobil bir düşkün, əmən qardaşlar, avtomobil turbazda tapıb, gətirib kate olmuşdur. Kraska mövqeyində, ümumi bez kraska yoxlanıldı, avtomobildə aşıqalar yoxlanıldı, mühərrişdə yağ atması var, antifriz atması var, pulla aradan qalxan bir xərcisi, qardaşla yəqin ki, razılaşarsınız, Allah veriniz versin, nə deyim. Amma bir indirim qalmışdır ki, o maşın durmasın, onu da gətirirsin, sonra verirsiniz satılır. Nəysə, öpürəm, özünüzə müğayət olun, yəni hiç məni izləyərsən, indi inanmıram cavab verə bilirsən, bağla.